Salam, axşamınız xeyir olsun. Gündən mühüm xəbər toplusu ilə qarşınızdayıq. Diqqətiniz bizdə olsun. Əvvəlcə əsas xəbər başlıqlarına qısaca nəzər salaq. Əyyub Nəsiri Şərqi Azərbaycan radio və televiziyasının sədri seçildi. Əli Xamneyi hicaba görə hökumətə bildiriş göndərdi. Biz İranın daxili işlərimizə müdaxiləsini qəbul etmirik. Lübnandan açıqlama. Rusiya İrana hərbi texnika göndərir. Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq. Türkiyəli nazirdən açıqlama. İndi isə daha ətraflı 26 noyabr Qərbi Azərbaycanın Urmiya şəhərindəki Durnalar Yuvası stadionunda keçirilən Urmiya Bələdiyyəsinin voleybol oyunu zamanı azarkeşlər gölün kritik vəziyyətinə etiraz olaraq şüarlar səsləndiriblər. Tamaşaçılar Urmiya gölünün kritik vəziyyətinə etirazlarını bildirmək üçün gəlin gedək ağlayaq, Urmiya gölünü dolduraq, Urmiya gölü can verir, məclis onun qətlinə fərman verir kimi şüarlar səsləndiriblər. Bundan başqa oyun zamanı türk dilində mədrəsə olmalıdır, hər kəs Azərbaycan var olsun, istəməyən kör olsun kimi şüarlar da səsləndirilib. Xatırladaq ki, ətraf mühit üzrə mütəxəssislərin fikrincə Urmiya gölünün quruması bu ərazinin 14 milyondan çox sakinin həyatını təhlükəyə atır və bu bölgə sakinlərinin məcburi köçünə səbəb olacaq. Şərqi Azərbaycan Əyalətinin radio və televiziya verilişləri şirkətinin başçısı Əkbər Rızayı vəzifəsindən azad edilib. Bu haqda yerli media məlumat yayıb. Bu haqda yerli media məlumat yayıb. Məlumata görə Rızayının yerinə Əyyub Nəsiri təyin olunub. Nəsiri bundan əvvəl prezident tədqiqatları və sənədləri baş direktoru vəzifəsində çalışıb. Qeyd edək ki, Əkbər Rızayının işdən çıxarılması azərbaycanlıların ona qarşı kampaniya başlatmalarından 2 həftə sonra baş verib. Rızayı bir müddət əvvəl keçirilən iclasda Azərbaycan rəqsi və mədəniyyəti ilə bağlı xoşagəlməz ifadələr işlədib. Bunun Azərbaycana aid olmadığını iddia edib. Onun bu çıxışından sonra mədəni fəallar kampaniya başladı və Əkbər Rızayının tutduğu vəzifədən azad edilməsini tələb ediblər. Davam edirik. Bugün Təbriz şəhərində inflyasiya və benzinin bahalaşmasına etiraz edən 4 nəfər həbs edilib. Bu haqda yerli media məlumat yayıb. Rəsmi məlumatda saxlanılanların ictimai asayişi pozmaq və yolu bağlamaqda günahlandırıldıqları bildirilib. Yerli insan haqları fəalları isə hələlik kimliyi açıqlanmayan şəxslərin bahalıqla bağlı şüarlar səsləndirdiklərinə görə saxlanıldıqlarını yazıblar. Qeyd edək ki, son rəsmi məlumata görə noyabr ayında İranda illik inflyasiya 40,4%-ə çatıb. Son 2 gün ərzində İranın bir neçə şəhərinin həbsxanalarında daha 23 məhbus edam edilib. Bununla bağlı İnsan Haqları Təşkilatları məlumat yayıb. Edam edilən məhbuslar narkotik maddələrin alveri və adam öldürməkdə günahlandırılıblar. Qeyd edək ki, cari ildə 40-ı qadın olmaqla 1400-ə yaxın məhbus edam edilib. Onlardan 1200-dən çoxunun kimliyini müəyyənləşdirmək mümkün olub. İran rəhbəri Əli Xamneyi hicab qaydalarının pozulması hallarının artması ilə bağlı hökumətə bildiriş göndərib. Bu haqda Məsud Pezeşkiyan hökumətinin İnformasiya Şurasının rəhbəri İlyas Həzreti məlumat yayıb. O, bildirişin məzmunu barədə geniş açıqlama vermədən hökumətin hicabsızlığa qarşı yeni metodların tətbiqinə çalışdığını bildirib. Həzrət Məsud Pezeşkiyanın güc vasitəsi ilə hicabsızlığa qarşı mübarizənin faydasız olduğu barədə bəyanatı xatırladı və daha fərqli yolların araşdırıldığını söyləyib. Qeyd edək ki, İran Təhlükəsizlik və Kəşfiyyat Nazirliyi ölkədə hicabsızlıq hallarının artması barədə Əli Xamneyinə hesabat təqdim edib və İran rəhbəri bunu şok adlandırıb. Bununla eyni vaxtda hökumətə yaxın qruplar və siyasətçilər məcburi hicab qaydalarının yenidən sərtləşdirilməsinin sosial partlayış və itaətsizliyə səbəb olacağı barədə xəbərdarlıq ediblər. Tehran prokurorluğu İran prezidenti Məsud Pezeşkiyanın Səudiyyə Ərəbistanının şahzadəsi Məhəmməd bin Salman vasitəsilə ABŞ prezidenti Donald Trumpa məktub yazdığı barədə məlumat yayan keçmiş millət vəkili Mustafa Kəvakəbiyana qarşı cinayət işi açıb. Bu haqda yerli media məlumat yayıb. İran məhkəmə sistemi siyasətçinin iddiasını ağ yalan adlandırıb və onu yalan məlumatlar yaymaqda günahlandırıb. Qeyd edək ki, Mustafa Kəvakəbayan ötən həftə media verdiyi məlumatda prezident Məsud Pezeşkiyanın ölkə rəhbəri Əli Xamneyinin icazəsi və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salman vasitəsilə ABŞ prezidenti Donald Trumpa məktub göndərdiyini deyib. Onun sözlərinə görə bin Salman Vaşinqtona son səfəri zamanı Pezeşkiyanın məktubunu Trumpa çatdırıb və məktubda Pezeşkiyan İranın ilkin şərt olmadan danışıqlara hazır olduğunu bildirib.
İran rəhbəri Əli Xamneyi artıq yoxdur. Ölkəni oxşarları idarə edir. Bunu Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Royal Mark Grek deyib. Onun sözlərinə görə Xameneyi çoxdan ölkənin idarə olunmasında iştirak etməyə dayandırır və bütün qərarları onun oxşarları qəbul edir. Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş zabiti Royal Mark Grek bildirib ki, Əli Xameneyinin İranın idarə olunmasındakı hazırki rolu ciddi şübhələr doğurur. Qeyd edək ki, bundan əvvəl də oxşar iddialar səsləndirilib və Əli Xameneyinin oxşarı olan Mir Tahir adlı şəxsin ekran qarşısında İran rəhbərini əvəzlədiyi barədə məlumatlar yayılıb. Lübnanın Xarici İşlər Naziri Yusif Raci İranı Lübnanın daxili işlərinə müdaxilə etməməyə çağırıb. Bir neçə gün öncə İranın Xarici İşlər Naziri Abbas Araqçı sosial media paylaşımında İranın Lübnanın daxili işlərini qarışdırmadığını bildirmişdi və Lübnanlı həmkarını danışıqlara dəvət etmişdi. Ancaq 25 noyabr tarixində İran İslam Respublikası liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər vilayəti Tasnim xəbər agentliyinə verdiyi müsahibədə bugün Hizbullahın mövcudluğu Lübnan üçün çörək və sudan daha vacibdir deyərək münasibətləri yenidən gərginləşdirmişdi. Bu açıqlamalara cavab olaraq Lübnanın Xarici İşlər Naziri Yusif Raci Abbas Araqçının paylaşımına münasibət bildirib. Liderinizin müşaviri peyda olub və bizə Lübnanda nəyin vacib olduğunu öyrədənə və Hizbullahın tərk-silah edilməsinin nəticələri barədə xəbərdarlıq edənə qədər İranın Lübnanın daxili işlərinə qarışmadığı barədə sözlərini qəbul etməyə həqiqətən hazır idim deyə Yusif Raci bildirib. Rusiya İrana yeni zirehli avtomobillər göndərib, bu barədə Tabnak məlumat yayıb. Rusiya İran Silahlı Qüvvələrinə 20 ədəd Spartak markalı zirehli maşın göndərib. Eyni zamanda Mırab Minaya davamlı puskudan qorunan avtomobillərin Fəraca tərəfindən sərhəd bölgələrində istifadə üçün sifariş edildiyi və tədricən ölkəyə gətiriləcəyi bildirilir deyə məlumatda qeyd edilib. Buraxılışımız davam edir. Azərbaycan prezidentinin köməkçisi, prezident administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, İran İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Vahid Cəlalzadə ilə görüşüb. Görüş Vahid Cəlalzadənin Bakıya səfəri çərçivəsində baş tutub. Görüşdə ikitərəfli münasibətlər və regional məsələlər müzakirə edilib. Xarici İşlər Nazirliyinin rəhbərinin müavini bildirib ki, ölkələr arasında dərin əlaqələr İran və Azərbaycan Respublikası xalqları üçün dəyərli sərvətdir. Gələn ay Azərbaycan, Gürcüstan, Türkmənistan və Rumıniya arasında Xəzər dənizi Qara dəniz beynəlxalq nəqliyyat marşrutunun yaradılması haqqında saziş imzalanması planlaşdırılır. Bunu Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Naziri Maryam Kvirişvili Daşkənddə keçirilən Transxəzər nəqliyyat dəhlizinin investorları və nəqliyyat əlaqələrinin inkişafı forumunda bildirib. Onun sözlərinə görə bu təşəbbüs Xəzər regionu və Avropa İttifaqı arasında yeni multimodal nəqliyyat körpüsü olacaq, giriş marşrutlarını şaxələndirəcək və logistika zəncirlərinin dayanıqlılığını gücləndirəcək. Nazir əlavə edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə işə salınması Azərbaycan, Gürcüstan və Türkiyə arasında fasiləsiz və səmərəli əlaqəni təmin edəcək. Həmçinin bütün marşrutunun əməliyyat səmərəliliyini gücləndirəcək. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıdır. Bu barədə KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bişkekdə keçirilən sammitinin yekunu üzrə qəbul edilmiş bəyannamədə deyilir. Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında fəal dövlətlərarası dialoqu məmnunluqla qeyd edirik. Tərəflər arasında hərtərəfli nizamlanmanın və qeyd-şərtsiz sülh sazişinin tezliklə imzalanmasının tərəfdarıyıq deyə sənəddə qeyd olunub. Ermənistanın Xarici İşlər Nazirinin müavini Van Kastanyan Qüdsdə İsrailin Xarici İşlər Nazirliyinin baş direktoru Eden Bartalla görüşüb. Bu barədə Ermənistan kütləvi informasiya vasitələri bu ölkənin Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Görüş zamanı tərəflər Cənubi Qafqaz və Yaxın Şərqdəki cari proseslər barədə fikir mübadiləsi aparıblar. Eyni zamanda Van Kastanyan və Eden Bartal iki ölkə arasında münasibətlərin aktivləşdirilməsinə hazır olduqlarını vurğulayıblar. Yüksək texnologiyalar, tibb, kənd təsərrüfatı və turizm sahələri qarşılıqlı maraq doğuran və əməkdaşlıq üçün ən böyük potensiala malik sahələr kimi seçilib deyə məlumatda qeyd edilib. Səfər çərçivəsində Ermənistan və İsrail Xarici İşlər Nazirləri 12-ci siyasi məsləhətləşmələr keçiriblər.
Zəngəzur dəhlizində işlər 2030-cu ildə başa çatacaq. Bunu Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu deyib. O bildirib ki, Azərbaycan tərəfi Naxçıvan tərəfindəki dəmir yollarını təmir edir və onu Ermənistan sərhədinə qədər çatdıracaq. Görüşüləcək işlər çərçivəsində həm dəmir yolu, həm də quru yolu inşa ediləcək. Nazir həmçinin qeyd edib ki, Zəngəzur dəhlizinin Horadizdən Bakıya qədər olan yol hissəsində tikinti işləri artıq tamamlanıb. Ümumilikdə isə Zəngəzur dəhlizində işlərin 2030-cu ildə başa çatacağı gözlənilir. Milli Müdafiə Nazirliyi atəşkəs əldə olunduqdan sonra Türkiyə hərbçilərinin Ukraynada sülhməramlı kimi fəaliyyət göstərəcəyi iddialarına münasibət bildirib. Nazirlik Türkiyə ordusunun sülh və sabitliyə töhfə verməyə hazır olduğunu açıqlayıb. Harda sülh, təhlükəsizlik və sabitlik ehtiyacı yaranırsa, ilk olaraq Türkiyə Silahlı Qüvvələri yada düşür. Çünki onun imkanları, təsir gücü və nüfuzu yüksəkdir. Əvvəlcə Rusiya ilə Ukrayna arasında atəşkəsin təmin olunması vacibdir. Daha sonra missiyanın və vəzifələrin dəqiq müəyyən edilməsi və hansı ölkənin nə dərəcədə kömək edəcəyinin müəyyənləşdirilməsi lazımdır. Türkiyə Silahlı Qüvvələri bölgədə təhlükəsizlik və sabitlik yaradacaq hər bir layihəyə töhfə verməyə hazırdır, deyə Nazirliyin açıqlamasında qeyd olunub. Belə hörmətli tamaşaçılar, bugünə çatdıracağım əsas xəbərlər bunlar idi. Görüşmək ümidi ilə salamat qalın.